Əziz və heç vaxt yerində dura bilməyən, həyatın hər rəngini eyni anda yaşamaq istəyən əkizlər, yayın ən qarışıq, ən dinamik və bəlkə də sizi ən çox düşüncələrə qərq edəcək ay olan avqusta xoş gəldiniz. Bu ay sizin üçün sadəcə sıradan bir yay ayı olmayacaq. Sanki beyninizin içində eyni anda 10 fərqli radio kanalı işləyir və siz hamısına eyni vaxtda qulaq asmağa çalışırsınız. Sizin onsuz da sürətli işləyən zehniniz avqust ayında lap qanadlanıb uçacaq. Ayın ilk günlərindən etibarən ətrafınızda baş verən hadisələrin sürətinə çatmaqda belə bəzən çətinlik çəkə bilərsiniz. İçinizdə qəribə bir narahatlıq, harasa gecikirmişsiniz kimi bir hiss baş qaldıracaq. Ancaq bir dəqiqə dayanın, dərin bir nəfəs alın. Heç yerə gecikmirsiniz. Əslində, avqust ayı sizə sürətinizi biraz azaltmağı, sadəcə qaçmağı yox, həm də ətrafınıza baxıb nə baş verdiyini anlamağı öyrətmək istəyir. Siz hər zaman yeniliyin, fərqliliyin arxasınca qaçan insanlarsınız. Rutin, eyni şeyləri təkrar etmək sizi sözün əsl mənasında boğur. Amma bu ay bəzi köhnə məsələlər, üzərindən keçib getdiyinizi düşündüyünüz mövzular yenidən qarşınıza çıxacaq. Bu, həm sevindirici, həm də biraz yorucu ola bilər. Çünki keçmişlə tam hesablaşmadan gələcəyə doğru təmiz bir səhifə açmaq mümkün deyil. Avqustun xüsusilə ilk 2 həftəsində özünüzü tez-tez xatirələrə dalmış, köhnə şəkillərə baxarkən və ya illərdir danışmadığınız birinin sosial media hesabını yoxlayarkən tapa bilərsiniz. Bu nostalji dalğası sizi qorxutmasın, sadəcə olaraq şuuraltınız bəzi natamam qalmış hekayələri tamamlamaq, bəzi insanları və ya hadisələri tamamilə sərbəst buraxmaq istəyir. Gəlin dürüst olaq, siz bəzən hisslərinizi məntiqinizin arxasında gizlətməyi çox yaxşı bacarırsınız. Hər şeyə gülüb keçmək, heç nəyi vecə almamaq kimi bir maskanız var, lakin bu ay o maska biraz ağır gəlməyə başlayacaq. İçinizdəki o həssas, sevgi və diqqət istəyən tərəfiniz üzə çıxmaq üçün üsyan edəcək. Və ulduzlar məsləhət görür ki, bu səsə qulaq asın. Duyğularınızı yaşamaqdan, kədərlənməkdən və ya sevincdən havalanmaqdan qorxmayın. Siz onsuz da ikili təbiətə malik bir bürcünüz, bir tərəfiniz coşqun bir dənizdirsə, digər tərəfiniz sakit bir limandır. Bu ay məhz bu iki fərqli enerjini bir araya gətirmək, iç dünyanızda o mükəmməl balansı qurmaq üçün sizə şanslar veriləcək. Bəzən tək qalmaq, bütün o səs-küydən uzaqlaşmaq sizə elə yaxşı təsir edəcək ki, özünüz də təəccüblənəcəksiniz. Çünki həmişə insanların əhatəsində olmağa, danışmağa, paylaşmağa öyrəşmisiniz. Lakin bu dəfəki sükut sizə ən böyük suallarınızın cavabını verəcək. Münasibətlər, sevgi və eşq həyatınız isə avqust ayında əsl bir kino ssenarisini xatırladacaq. Əgər ürəyiniz boşdursa və həyatınızda kimsə yoxdursa, ayın ortalarına doğru başgicəlləndirici, olduqca ehtiraslı və bir o qədər də gözlənilməz bir tanışlıq yaşaya bilərsiniz. Sizin o iti zəkanız, hazır cavablığınız və şirin diliniz qarşı tərəfi elə ilk andaca ofsunlayacaq. Ancaq burada böyük bir amma var, siz tez aşiq olub, eyni sürətlə də soyuyan birisiniz. Yenilik hissi keçdikdən sonra tez sıxılırsınız. Ulduzlar isə bu ay sizə deyir ki, ani yaranan qığılcımların arxasınca korkarane getməyin. Qarşınıza çıxan insanı həqiqətən tanımağa, onun daxili dünyasına bələd olmağa çalışın. Bəlkə də bu dəfəki insan sadəcə bir yay macerası deyil, uzun illər həyatınızı bölüşəcəyiniz o xüsusi adamdır. Hər şeyi bir anda yaşayıb bitirmək əvəzinə münasibətin dadını yavaş-yavaş, qurtum-qurtum çıxarın. Əgər artıq bir münasibətdəsinizsə, evlisinizsə və ya sevgiliniz varsa, avqust ayı biraz sınaqlarla dolu ola bilər. Xüsusilə ünsiyyət mövzusunda bəzi anlaşılmazlıqlar, sözün sözə çəp gəlməsi vəziyyətləri qaçınılmazdır. Sizin beyniniz çox sürətli işləyir və bəzən qarşı tərəfin sizin sürətinizə çatmaması sizi qıcıqlandırır. Hər şeyi 2 dəfə izah etmək, təkrar-təkrar eyni mövzuya qayıtmaq sizi daxilən əsəbiləşdirə bilər. Lakin zəhmət olmasa bu ay səbrinizi kasanın dibindən sıyırıb çıxarın. Partnyorunuza qarşı daha anlayışlı, daha empatiyalı olmağa çalışın. Bəzən susmaq, tənqid etməmək, sadəcə qucaqlamaq minlərlə sözdən daha təsirlidir. Ayın ikinci yarısında münasibətinizdəki bəzi köklü problemləri yenidən masaya yatırmaq məcburiyyətində qala bilərsiniz. Keçmişdə üstü örtülmüş, amma əslində həll olunmamış məsələlər yenidən üzə çıxacaq. Bu dəfə onları xalçanın altına süpürməyin. Açıq, dürüst və ən əsası günahlandırmadan aparılan bir söhbət aranızdakı bütün düyünləri açacaq.
Bəli, bu cür söhbətlər yorucudur, amma nəticəsi sizin gözlədiyinizdən də gözəl olacaq. Əgər münasibətiniz sarsıntılıdırsa və artıq bir yerdə xoşbəxt deyilsinizsə, avqust ayı sizə o son qərarı vermək, cəsarətli addımı atmaq üçün lazımi gücü verəcək. Çünki siz azadlığınıza düşkün bir bülsünüz və sizi aşağı çəkən, enerjinizi əmən bir münasibətdə zorla qalmaq ruhunuza ziyandır. Digər tərəfdən, bəzi əkslər üçün keçmiş sevgililərin, illərdir xəbər almadığınız insanların qəfildən ortaya çıxması, yazması və ya zəng etməsi ehtimalı çox yüksəkdir. Sanki hamısı sözləşibmiş kimi avqust ayında sizin həyatınıza geri dönməyə çalışacaqlar. Burada seçim tamamilə sizindir. Amma unutmayın ki, eyni kitabı ikinci dəfə oxuyanda sonu dəyişmir. Əgər o insan vaxtilə həyatınızdan çıxıbsa, bunun mütləq keçərli bir səbəbi var idi. Odur ki, köhnə dəftərləri vərəqləyərkən diqqətli olun, ani bir hissə qapılıb indiki hüzurunuzu pozmayın. Gəlin keçək iş, karyera və peşəkar həyatınıza. Bilirəm, siz eyni anda bir neçə işlə məşğul olmağı, fərqli layihələri idarə etməyi sevirsiniz. Lakin avqust ayında ulduzlar sizdən biraz fokuslanmağı, diqqətinizi dağıtmamağı tələb edəcək. Ayın əvvəlində iş yerində qəribə bir xaos hökm sürə bilər. Verilən tapşırıqlar yubanar, gözlədiyiniz cavablar gecikər, texniki problemlər ard-arda yaşanar. Belə anlarda o məşhur əkizlər əsəbiliyini kənara qoymağa çalışın. Vəziyyəti idarə etmək üçün yeganə silahınız soyuqqanlılıq və daxili sakitliyiniz olmalıdır. İş yoldaşlarınızla, xüsusən də rəhbərliklə münasibətlərdə sözlərinizi seçərək istifadə edin. Siz dürüst və sözü üzə deyən birisiniz, lakin avqust ayında sizin zarafatla dediyiniz bir söz tamamilə fərqli başa düşülə, istəmədiyiniz intriqaların mərkəzinə düşə bilərsiniz. Gözdən pərdə asan, arxadan iş çevirən bəzi həmkarlarınızın əsl üzünü görəcəyiniz fərqindəlik dolu anlar yaşayacaqsınız. Kimə güvənib, kimə məsafə saxlayacağınızı çox net şəkildə dərk edəcəksiniz. Ayın ortalarından etibarən isə karyera evinizdə çox müsbət və sürətli bir canlanma başlayacaq. Uzun müddətdir üzərində çalışdığınız, bəlkə də gecə-gündüz əziyyət çəkdiyiniz bir layihə nəhayət ki, öz bəhrəsini verəcək. Sizin yaradıcılığınız, fərqli düşünmə tərziniz rəhbərliyin diqqətindən yayınmayacaq. Yeni təkliflər, iş yerində vəzifə dəyişikliyi və ya tamamilə başqa bir şirkətdən gələn cəlbedici bir iş təklifi gündəminizə otura bilər. Əgər işsizsinizsə və uzun müddətdir özünüzə uyğun bir iş axtarırsınızsa, avqustun son həftəsi sizin üçün şans qapılarını taybatay açacaq. Sadəcə olaraq müraciət etməkdən, öz bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Öz biznesini idarə edən əkizlər üçün isə bu ay yeni bazarlara çıxmaq, partnyorluq əlaqələrini genişləndirmək və innovativ ideyaları tətbiq etmək üçün mükəmməl zamandır. Rəqiblərinizdən bir addım öndə olmaq üçün beyninizdə yaranan o çılğın fikirləri həyata keçirməkdən qorxmayın. Sadəcə olaraq rəsmi sənədlərə, müqavilələrə qol çəkərkən hər bir maddəni diqqətlə oxuyun, gözünüzdən heç bir detal qaçmasın. Xırda bir ehtiyatsızlıq sonradan baş ağrısı yarada bilər. Bütövlükdə isə peşəkar həyatınızda avqust ayı əkdiyiniz toxumların cücərdiyini görəcəyiniz, zəhmətinizin qiymətləndiriləcəyi məhsuldar bir ay olacaq. Təbii ki, işin olduğu yerdə maddiyyat və maliyyə məsələləri də qaçınılmazdır. Pul qazanmaq sizin üçün heç vaxt problem olmayıb, çünki beyniniz hər zaman yeni qazanc yolları axtarır və tapır. Sizin problem pulu qazanmaqda deyil, onu əldə saxlamaqdadır. Siz xərcləməyi, anı yaşamağı, gəzməyi, yeni şeylər kəşf etməyi sevən insanlarsınız. Avqust ayında cibinizə yaxşı məbləğdə pullar daxil olacaq. Əlavə işlər, gözlənilməz gəlirlər, bəlkə də çoxdan ümidinizi üzdüyünüz bir borcun geri qayıtması üzünüzü güldürəcək. Lakin ulduzlar xəbərdarlıq edir, pul gəldiyi kimi də getməyə çox meyillidir. Xüsusilə ayın ilk 10 günlüyündə qəfil yaranan xərclər, məsələn, texnikanın xarab olması, avtomobilin təmiri və ya tamamilə plansız bir səyahət xərci büdcənizdə böyük bir deşik aça bilər. Odur ki, ayın əvvəlində özünüzə möhkəm bir maliyyə planı cızın və nə olursa olsun o plandan kənara çıxmayın. Dükanların vitrinlərində gözünüzü qamaşdıran o mütləq almalıyam dediyiniz əşyaların əslində o qədər də vacib olmadığını özünüzə xatırladın. İmpulsiv alış-verişlərdən uzaq durun. Gələcəyinizi, qarşıdan gələn payız aylarını düşünərək kənara bir az vəsait ayırmaq ən müdrik qərar olar.
Əgər hər hansı bir investisiya etmək, daşınmaz əmlak almaq və ya böyük bir məbləğdə pul yatırmaq fikriniz varsa, bunu ayın sonlarına doğru bütün detalları dəqiqliklə öyrəndikdən sonra etməyiniz məsləhətdir. Tanımadığınız, tam əmin olmadığınız adamlara borc verməkdən isə qətiyyətlə çəkinin. Çünki avqust ayında verdiyiniz borcun geri qayıtma ehtimalı çox aşağıdır və bu, həm pulunuzu, həm də həmin insanla olan münasibətinizi itirməyinizi gətirib çıxara bilər. Maddi müstəqilliyinizi və güvəninizi qorumaq üçün ağlınızla hərəkət edin, ani həvəslərə təslim olmayın. Bütün bu iş, güc, münasibətlər qaça-qaçında sağlamlığınızı qətiyyən arxa plana atmamalısınız. Siz onsuz da sinir sistemi ən həssas olan bürclərdən birisiniz. Beyninizin dayanmadan işləməsi, hər şeyi həddindən artıq düşünmək, xırda detallara qədər analiz etmək fiziki bədəninizi də yorur. Avqust ayında ən çox diqqət etməli olduğunuz məsələ yuxu rejiminizdir. Gecələr yatağa girəndə beyninizdəki o söhbətləri, sabah edəcəyiniz işlərin siyahısını söndürməyi öyrənməlisiniz. Xroniki yorğunluq, yuxusuzluq immun sisteminizi aşağı sala və sizi xırda soyuq dəymələrə, xüsusən də tənəffüs yolları xəstəliklərinə qarşı müdafiəsiz qoya bilər. Boğazınız, ciyərləriniz və qollarınız sizin həssas nöqtələrinizdir. Sərin içkilərdən, kondisioner altında çox oturmaqdan uzaq durun. Həmçinin bu ay qida rasionunuza biraz əl gəzdirin. Ayaqüstü atışdırmalıqlar, tez bazar yeyilən yeməklər mədənizdə narahatlıq yarada bilər. Təbiətə çıxmaq, təmiz hava almaq, parkda qısa yürüyüşlər etmək sizə təkcə fiziki deyil, həm də psixoloji cəhətdən çox böyük dəstək olacaq. Əsəblərinizi sakitləşdirmək üçün yoga, meditasiya və ya sadəcə sevdiyiniz bir musiqini açıb gözlərinizi bağlayaraq dincəlmək əla bir terapiyadır. Bədəniniz sizin ən qiymətli xəzinənizdir, ona yaxşı qulluq edin ki, o da sizin bu sürətli həyat tempinizə tab gətirə bilsin. Özünüzü yükləməyin, yox deməyi öyrənin. Hər kəsin köməyinə qaçmaq, hər kəsi xilas etmək məcburiyyətində deyilsiniz. Biraz egoist olmaq, birinci növbədə öz sağlamlığınızı və rahatlığınızı düşünmək avqust ayında sizin üçün vacib qaydalardan biri olmalıdır. Sosial həyatınız və dostlarınız isə hər zamanki kimi çox rəngarəng olacaq. Siz onsuz da hər məclisin bəzəyi, hər qrupun ən çox danışılan, ən maraqlı insanısınız. Avqust ayında da ard-arda gələn dəvətlər, ad günləri, yığıncaqlar sizi evdə oturmağa qoymayacaq. Yeni insanlarla tanışlıqlar, fərqli düşüncə tərzinə malik insanlarla aparılan dərin söhbətlər dünya görüşünüzü daha da genişləndirəcək. Sizin ən böyük qabiliyyətiniz istənilən insanla tez bir zamanda ortaq dil tapmaqdır. Lakin bu ay ətrafınızdakı insanların seçiminə xüsusi diqqət yetirməlisiniz. Sizin enerjinizdən bəslənən, daimi olaraq şikayət edən, hər şeyə negativ baxan insanlardan, enerji vampirlərindən uzaq durun. Onlar fərqinə varmadan sizin də enerjinizi aşağı çəkirlər. Əsl dostlarınızın kim olduğunu çox aydın görəcəksiniz. Bəzən ən çox güvəndiyiniz insanların kiçik bir səhvində yanınızda olmadığını görmək sizi incitsə də, bu əslində çox faydalı bir təmizlənmə prosesidir. Ailə üzvləri ilə münasibətlərdə də avqust ayı bəzi hərəkətliliklər vəd edir. Qardaş bacılarınızın və ya yaxın qohumlarınızın həyatında baş verən bəzi hadisələr sizin də gündəminizə təsir edə bilər. Onlara mənəvi dəstək olmaq, məsləhət vermək ehtiyacı yarana bilər. Ailə daxilində uzun müddətdir həllini gözləyən, məsələn, miras, əmlak bölgüsü və ya kiçik incikliklər kimi məsələlər bu ay müsbət və sülh yolu ilə həllini tapacaq. Evinizin içində kiçik dəyişikliklər etmək, əşyaların yerini dəyişmək və ya ehtiyacınız olmayan köhnə əşyaları atmaq həm evin aurasını təmizləyəcək, həm də sizin içinizə böyük bir fərahlıq gətirəcək. Siz yaşadığınız məkanın sizin ruh halınıza necə təsir etdiyini çox yaxşı bilirsiniz, odur ki, özünüzə işıqlı və pozitiv bir mühit yaradın. Həmçinin bu ay yeni bir şeylər öyrənmək, yarımçıq qoyduğunuz hər hansı bir kursa və ya təhsilə yenidən başlamaq üçün içdən gələn böyük bir həvəs hiss edəcəksiniz. İstər yeni bir dil öyrənmək, istər fərqli bir proqram mənimsəmək, istərsə də sadəcə maraqlandığınız bir mövzuda kitablar oxumaq beyninizin o daimi qidasını təmin edəcək. Səyahət planları, qısa müddətli tətil fikirləri mütəmadi olaraq beyninizdə dolaşacaq. Hətta planlaşdırmadığınız, qəfil yaranan bir səyahət fürsəti sizin yayınızın ən gözəl xatirəsinə çevrilə bilər. Yola çıxmaq, fərqli mədəniyyətlər görmək, bilmədiyiniz küçələrdə azmaq sizin azad ruhunuza ən yaxşı dərmandır. Bu cür qısa qaçışlar həm də ilin qalan hissəsi üçün ehtiyacınız olan motivasiyanı toplamağa kömək edəcək.
Ümumiyyətlə, avqust ayı sizin üçün çox tərəfli, çox qatlı bir transformasiya dövrüdür. Bəzən özünüzü bir labirintin içində çıxış yolunu axtarır kimi hiss edə bilərsiniz, amma unutmayın ki, o labirintin xəritəsi məhz sizin öz əlinizdədir. İntuisiyanıza güvənin. Siz çox məntiqli birisiniz, hər şeyi ağlın tərəzisinə qoyursunuz, ancaq bəzən daxili səs məntiqdən daha doğru yolu göstərir. İlk ağlınıza gələn hiss adətən ən doğrusu olur. Qərarlar verərkən istər işdə, istər sevgidə o daxili səsi boğmayın. Həyatı çox da ciddiyə almamaq, bəzən hadisələri öz axarına buraxmaq lazımdır. Hər detalı idarə edə bilməzsiniz və buna çalışmaq sadəcə sizi yorar. Bu ay sizə çevikliyinizi, şərtlərə uyğunlaşmaq bacarığınızı ən yüksək səviyyədə istifadə etmək fürsəti verəcək. Çətinliklər qarşısında sınmaq əvəzinə əyilməyi və fırtına keçdikdən sonra yenidən qürurla ayağa qalxmağı bacarmalısınız. Həyatın sizə gətirdiyi hər bir yeni gün əslində ağ səhifədir və siz o səhifəni öz rənglərinizlə doldurmaq iqtidarındasınız. Bütün bunları cəmləşdirsək, avqust ayının sonlarına doğru arxaya dönüb baxanda neçə daxili müharibədən qalib çıxdığınızı, necə böyüdüyünüzü və ən əsası özünüzü daha çox sevməyi öyrəndiyinizi fərq edəcəksiniz. Siz olduğunuz kimi gözəl, olduğunuz kimi dəyərlisiniz. Heç kimin sizi dəyişdirməsinə, sizin o gözəl enerjinizi almasına icazə verməyin. Öz dəyərinizi bilin və sərhədlərinizi çəkməkdən qorxmayın. Payızın gəlişi ərəfəsində, sentyabrın qapısında siz artıq tamamilə yenilənmiş, arınmış və həyatın yeni mərhələsinə hazır bir fərd olacaqsınız. Çünki siz əkizlərsiniz, hava qədər sərbəst, düşüncələr qədər sürətli və işıq qədər parlaqsınız. Həyat sizinlə daha maraqlı, daha rəngarəngdir. Ayın bütün günləri sizə xoşbəxtlik, hüzur və bolluq gətirsin, bütün xəyallarınızın bir-bir gerçəyə çevrildiyi o gözəl günlərdə yenidən görüşmək diləyi ilə.